ən çox yorulduğunuz, amma buna dəyərdi dediyiniz an hansı olub? Bəzən hətta elə olur ki, bayram günlərində, tətil vaxtı belə xəstənin başının üstünə ayrılmadan o xəstənin sağlamlığı üçün çalışmışam. Sonuçta xəstənin rahatlığına, məmnunluğunu görəndə mən xoşbəxt oluram və təbii ki, bilirəm ki, bunu mənim də eyni xalatı daşıyan məsləkdaşlarım, həkim yoldaşlarım da bu qənaətdədirlər. Xəstənin məmnunluğunu, rahatlığını görəndə həkim xoşbəxt olur. Çünki biz sənət aşiqləriyik, sənət fədailəriyik, sənətimizi sevirik və ona görə hər zaman işin nəticəsini görəndə yorğunluğumuz unudulur. Biz hər gün nəsə oxuyuruq, nəsə araşdırırıq. Təkcə işimiz xəstə baxmaq deyil, akademik bir həyatımız var, elmi işlərimiz var. Təbii ki, bunların hamısı xəstələrimizə, əhalimizə xidmət etmək üçündür. Xəstənin rahatlığını görəndə özümüzü çox rahat hiss edirik. İş gününün sonuna qədər əsl həkimlik həmin o enerjini, o pozitivliyi qoruyub saxlamaqdır. Və günün sonunda nə qədər yorulsaq da, xəstələrdən aldığımız təşəkkürlər və məmnunluq bizi rahat və xoşbəxt edir. O yorğunluğu unutturur.